Əmək məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən istirahət, səs vermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilib. Vüqar Bayramov bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, qeyri-iş günlərində çalışan vətəndaşlara əlavə çalışdığı saatlara görə ödənişlər olunacaq. O qeyd edib ki, saatlıq vəzifə maaşı məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi. Bu zaman təbii ki, ödənişlərin hesablanması qaydası əmək məcəlləsində təsbit olunur. Nəzərə alsaq ki, bir sıralarda vətəndaşımız bütöv iş günü deyil, müəyyən saatları çalışırdı. Və müəyyən saatları çalışdığı üçün təbii ki, ona ödənişin hesablanmasında praktikada müəyyən çətinliklər olurdu. Məsələn, əgər vətəndaşımızın saatlıq maaş tarifi 25 manatdırsa və qeyri-iş günündə 3 saat çalışıbsa, ona 75 manat deyil, əmək məcəlləsinə əsasən ən azı 150 manat həmin saatlara görə vəsait maaş hesablanacaq. Millət vəkili onu da əlavə edib ki, dəyişikliyə əsasən hər saata görə hesablanan maaşın məbləği 2 dəfədən çox olmalıdır. Dəyişikliklər həmçinin bir çox vacib nüansları etibar edir. Həmən o günlərdə, qeyri-iş günlərində işə gəlməsini hesab edirəm ki, motivə etmiş olur. Yəni bu belə deyək, dəyərləndirir və hesab edirəm ki, bu artıq mövcud əmək haqqısını yox, mövcud əmək haqqından da əlavə, yəni o işlədiyi saatlar üçün əlavə əmək haqqı almış olacaq. Məhz saatlıq işə görə maaş alan və gələcəkdə nəzərə alsaq ki, saatlıq iş rejiminə keçid də nəzərdə tutulub, vətəndaşlarımızın əmək hüquqlarının daha yaxından qorunmasına imkan verəcək. Bu məhz nisbətən az saatlarda qeyri-iş gündə çalışan vətəndaşlarımızın məhz əmək haqqlarının hesablanması mexanizminin təkmilləşməsinə, onlara daha yüksək maaşın ödənilməsinə imkan verəcək. Qeyd edək ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Ruzana Kərimli, Minayə Zamanova, Ramil İbrahimov, Xəzər xəbər.